Aleykümselam. Sual belədir ki, Muhammed sallallahu aleyhi ve sellem cihad edib vuruşub, bəs digər peyğəmbərlər də Muhammed peyğəmbər kimi öz ordusu ilə birlikdə vuruşub və bir də ki, peyğəmbərlə şəhid arasında nə qədər savab, fəzilət fərqi var. Təbii ki, Peyğəmbər sallallahu aleyhi ve sellem digər peyğəmbərdən fərqli olaraq, yəni öz ruhusunu cihaddan götürüb. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, Allah Taala mənim rizqimi, yəni nizələrin ucunda verib. Yəni cihadla əldən eləməklə verib. Yəni cihad vasitəsilə ələ götürülən qənimətdən verilib. Amma təbii ki, bundan əvvəlki qövmlər mütləqən olaraq cihad etməyiblər. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm kimi. Çünki onlarda o güc, qüvvət, dövlət olmamışdır. Yəni bu müvəffəqiyyət yalnız Allah Subhanahu taala bunu Muhammed sallallahu əleyhi və səlləmə nəsib etmişdi. Və bir də ki, qaldı peyğəmbərlərlə şəhidin arasında nə qədər fərq? Qardaş, elə birinin peyğəmbər olması, digərinin şəhid olması, elə bunların arasındakı fərqin nə boyda böyük olmasına kifayət edir. Yəni biri ümmətin təbliğatçısıdır, insanlar haqqı çatdırır. Biri isə mücərrəd öz canını, yəni Allah yolunda verir. İndi fərqə baxın ki, yəni peyğəmbərlər həm dəvət edirlər, həm də öz canlarını da Allah yolunda verirlər. Amma şəhidlər isə yalnız öz canlarını, yəni Allah üçün verirlər. Təbii ki, burada həm peyğəmbər şəhid məsələsi, həm də onların vəzifələri, icra elədikləri əməllər müqayisə olunan, təbii ki, peyğəmbərlərin heç bir misli yoxdur. Yəni heç bir misli yoxdur savab baxımından.